Biri can verirdi, əxlaq kitablarının birində görmüşəm bunu. Can verirdi bir kişi idi, dedilər ki, denən la ilahe illallah, dedi, deməyəcəm, əsəbidir. Ölmək vaxtıydı bu. İndi rahatlığa çıxırdım, istəyirdim nəvələrimlə oynayayım. Nəvələrimə baxım, indi ölüm vaxtıydı bu. Və belə də deyir, dünyadan köçdü. Şeytan son anda gələcək, nə üçün gələcək? Rəhmətdən məyus eləməyə. Bunu yadda saxlayın burada oturanlar. Şeytan gələcək ki, bizə unuttursun ki, Allah mehribandır. Hədislərə baxın, deyir ki, gəl yanır can verənin başının üstündə. Deyir, görürsən, öldürür səni. Şirin dünyadan aparır, balaların qaldı, dostların qaldı. İndi bax, axşam yığışacaqlar. Sən eşitmirsən, o can verir. Sən yoxsan, toya gedəcəklər, çayxanaya gedəcəklər. Bax, yaduza salın o gün. Bax, görürsən, öldürür səni, aparır. Mənə itayət elə deyir, o momentdə deyir, o məqamda deyir. Nicat verim sənə. Mənə iman gətir deyir. Deyir, insan iman gətirir, kafir olur, ölür, sonra baxır, deyir, kül sənin başı özü deyir. Elə bir varlıqdır. İnni bəri'un minkə. Bunun, yəni, mən səndən bizaram, tərcüməsi, yəni, kül sənin başı, bağışlayın bu ifadəmə görə, belə deyir. Qoyur, başsız çıxıb gedir.